Müxtəlif mühitlərdə elektrik cərəyanı bölməsi, yarım keçiricilərdə elektrik cərəyanı dərsindən 2 dənə sual izah edirəm və bu sualların bloka düşmə ehtimalı 99%-dir. Gəl bir-bir izah edək ki, fotorezistorun üzərinə düşən işığın intensivliyini artırdıqda ampermetrin və voltmetrin göstərişləri necə dəyişər? Çəkmişəm dövrəni. Deyir ki, fotorezistor belə adla yazıblar. İndi yəqin şəklini çəkə bilməyiblər kitabda. Deyir ki, işığın intensivliyini artırdıqda birbaşa yata saxlatmaq lazımdır ki, əgər işığın intensivliyini artıramsa, deməli cərəyan şiddəti artır. Baxaq. İşığın intensivliyini artırıramsa, əgər cərəyan şiddəti artır, cərəyan şiddəti görürük ki, ardıcıl qoşulub deyə cərəyan şiddəti ampermetrin göstərişi artdı, gərginlik necə dəyişər? Əgər bu tip suallarda dövrədə mənfi müsbəti görsəz əgər, həmişə ağlınıza U bərabərdir, epsilon çıxılsın, IR düsturu gəlsin. Bu düsturda epsilon elektrik hərəkət qüvvəsidir, I cərəyan şiddətidir, R daxili müqavimətdir, U da elə bildiyimiz gərginlikdir. Və biz bayaq dedik ki, əgər işığın intensivliyi artırsa cərəyan şiddəti artar, bu düsturda görürük ki, cərəyan şiddəti artsa əgər, indi 10 manat tutaq ki, mənim pulum var. Bu xərcim artırsa mənim pulum nə olar? Azalar. Yəni mənfi var qabağında deyə. Bu I artırsa, U da azalar. Belə də yadda saxlatmaq olardı, ona görə də voltmetrin göstərişi azalar. Məncə bu daha da doğru izah idi. Bu yalnız mənfi müsbət olanda olur. Baxın bu sualdakı kimi nöqtələrlə birləşəndə, U konstant yazısı olanda olmur. Bunu yadda saxladım. Deməli cavabımız oldu. Artar, azalar, cavab C variantı. Baxırıq növbəti suala, 27-ci sual. Deyir, sabit gərginlik mənbəyinə termistor və 2 lampa birləşdirilmişdir. Termistoru soyutduqda lampaların parlaqlığı necə dəyişər? Baxın, əgər termistor soyudulursa, əvvəl onu bilməliyik ki, termistor yarım keçirici bir cihazdır. Yarım keçiricilərdə əgər soyudulur, o deməkdir ki, temperatur azalır. Temperatur müqavimətdən tərs asılıdır. Əgər temperatur ki azaldı, deməli yarım keçiricinin müqaviməti artır. Müqavimət də artırsa əgər, bayaq dediyimiz kimi, cərəyan şiddəti azalır. İndi baxırıq. Bu yarım keçirici cihazdır, bu termistorun şəklidir və bu L2 lampasına birləşdirilib. Əgər bunun müqaviməti artırsa, cərəyan şiddəti azalır, cərəyan şiddəti də birbaşa parlaqlıqdan aidiyyatı olduğuna görə L2-nin parlaqlığı azalır. L1 isə sabit gərginlik mənbəyinə qoşulduğuna görə bunun nə eri, bunun ümumiyyətlə eri yoxdur. Gərginlik mənbəyinə qoşulduğuna görə bunun cərəyan şiddəti gərginlikdən birbaşa asılı olduğuna görə U konstantı deyə I də konstant olar, yazaq I1 konstant olacaq və bunun da parlaqlığı dəyişməyəcək. Deməli, L1 dəyişmədi, L2 azaldı. Cavab oldu C variantı. Çox çətin suallar deyil. Zaten blokada bundan çətin sual düşə bilərmi? Düşə bilər, amma ilkin məlumatlardır ki, bunları bilməlisiniz yarım keçiricilərdə elektrik cərəyan dərsində. Ümid edirəm sualların izahını bəyəndiniz. Nə qaranlıq olsa soruşa bilərsiniz. Təşəkkürlər.